Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ümumi sınaq nömrə 20-dir. Deməli, A natural ədədinin sadə bölənlərinin sayı 2 olarsa. Deməli, burada da bizə deyir ki, ən azı neçə ola bilər deyirsə, məsəl üçün belə elə sadə ədəd götürürəm ki, yəni elə ədəd götürürəm ki, 2 dənə sadə vurğun hasilindən ibarət olsun. Məsəl üçün 6. 6, 2 vurulsun, 3, yəni 2 dənə sadə böləni var. İndi A kubu deyirsə, bu olur 2-nin kubu vurulsun 3-ün kubu şəklində. Bu alınan ədədində deyir, natural bölənlərinin sayını tap. Natural bölənlərinin sayını tapmaq üçün bu qüvvətlərin üzərinə bir gəlib bir-birinə vurmaq lazımdır. Yəni 3 üstəgəl 1-i vurmalıyam 3 üstəgəl 1-ə. 4-ü də 4-ə vuranda eləyir 16. 16 da uyğun gəlir burada D variantına. İkinci. Deməli, ilk 2 dənənin hər ikisi müsbətdir. Növbəti 2 dənənin də hər ikisi mənfidir. Bunlardan 2 dənə mənfini də çıxardanda onlarda müsbət qalır. Amma mötərizənin içində eyni ədədlər qalmır. Ona görə də burada bir müsbətlə bir mənfini qruplaşdıraq. Yəni, x, y çıxılsın, x kvadratı, z-i bir qruplaşdıraq. X, y, z-in kvadratı ilə də y kvadratı, z-i bir qruplaşdıraq. İlk 2 dənədən x-i çıxarsam, mötərizənin içində qalar y çıxılsın xz. Bir dənə x-i çıxartmışam. Bunlardan da hər ikisindən çıxarda bilərəm yz-i. Üstəgəl yz-i çıxardanda mötərizənin içində qalır x, z çıxılsın y-in bir dənəsi bərabərdir. İndi birinci mötərizədəki ilə ikinci mötərizədəki işarələri fərqlidir. Ona görə də birincini olduğu kimi yazaq. X vurulsun, y çıxılsın xz. Bu yz-i də mənfi 1-ə vuraq. Bu birini də mənfi 1-ə vuraq. Mənfi 1-ə vuranda olası çıxılsın yz. Yəni 2 dəfə mənfi 1-ə vurmaq ilə özü deməkdir. Ona görə mötərizənin içində də qalır y çıxılsın xz. İndi hər ikisindən y çıxılsın xz-i ortaq vuruq çıxardanda ikinci mötərizədə x çıxılsın yz qalır. Deməli y çıxılsın xz, y çıxılsın xz, x çıxılsın yz, C variantı. Üçüncü. Çox ədlinin dərəcəsi ilə sərbəst ədlinin cəmini tapın. Deməli, birincinin dərəcəsi olasıdır 3 üstəgəl 2 üstəgəl 4. Birinci həddimizin 5, bu da 4, 9. İkincini hesablayaq. 2 üstəgəl 2 üstəgəl 3. 7 də bu eləyir. 4 üstəgəl 3 üstəgəl 5. 7, bu da 4, 12 də bu eləyir. Ən çoxu 12 olduğuna görə, deməli, dərəcəsi 12-dir. Dərəcə 12. Sərbəst həddə mənfi 10-dur. Bunun da cəmini tapın deyir. 12 çıxılsın 10 bərabərdir 2. Doğru cavab olur 3-də C variantı. Dördüncü tapşırıq. Düzbucaqlı koordinat sistemində nöqtə 3-cü rübdə yerləşir. Deməli, 3-cü rübdə yerləşən nöqtələrin həm x-ləri mənfidir, həm də y-ləri mənfidir. Ona görə burada a kvadratı b də kiçikdir 0 olmalıdır. B bölünsün a da kiçikdir 0 olmalıdır. Burada a kvadrat həmişə müsbət ədəddir. Hasilin 0-dan kiçik olması üçün, deməli, b burada kiçikdir 0 olmalıdır ki, bir-birinə vuranda mənfi olsun. Əgər B mənfidirsə, deməli A müsbət olmalıdır ki, mənfini müsbətə böləndə A böyükdür 0 olmalıdır ki, mənfini müsbətə böləndə alınan nisbət mənfi olsun. Deməli A kiçikdir 0, B böyükdür 0, bizdən deyil, bunu soruşur. 4-də də deyil, bu da A kiçikdir 0 götürdüm mən. A böyükdür 0, B kiçikdir 0, B variantı. Növbəti məsələ 5. 5 nömrəli məsələdə bizə verir bir dənə üçbucaq. Bu üçbucağın içində bir dənə də belə bir şey verib. Adlandıraq A, B, C, bu da olsun D, bunu da buradan birləşdirib belə. Deyir ki, ABD bucağı, ABD bucağı, bax. Bu bucaq
SB'dir. SB bir tane de bakın buna. Bir tek bu səhv oldu. ABD deyir. A, B, D bu bucaq. C, B, D bu bucağına bərabər. Demək, bu tən böləndi. Və hər ikisi 45 dərəcədir. Bu da 45'dir, bu da 45'dir. Sonra ASD, ASD bu bucaq bərabərdir. BCD. BCD. Bu da buna bərabərdir. Bunlar da 20 dərəcə. 20 də bunlara yazırım. Demək, bu da tən böləndi, bu da tən böləndi. Və bu tən bölənlər üçü də bir nöqtədə kəsişirsə, onda bu da tən bölən olasıdır. İndi 45, 45, 90, bu da 20 ilə 20'nin 40. 40'dırsa burada 50 qalmalıdır. 25, 25. Bizdən nə soruşur? BAD bucağını, BAD bucağı belə bir başa tapdım buradan 25. Demək, bu da deyirəm, bu tən böləndirsə, bu da tən böləndi. Tən bölənlər üçü də eyni nöqtədə kəsişir. Bunlar ikisi kəsişirsə, bu da bundan cəhət kəsişirsə, demək, bu da tən böləndi. Onda 50 dərəcə olduğuna görə 25, 25 2 dənə hissəyə bölür. Burada da olur 25'də, 5'də A variantı. 6. Bizə verilir A və B çoxluqları. Venn diaqramına müraciət eləyək. İşimiz asan da olsun. A çoxluğu, B çoxluğu. Deməli 1, 2, 3 burada var. 4, 5, 6 burada da var. Burada da deməli buraya yazıram 4, 5, 6. Onda bura 1, 2, 3'ü qalır. Bura 4, 5, 6'nı yazmışamsa 7, 8, 9, 10 qaldı. İndi deyir ki A'dan B'ni çıxanda qaldı bu 3 dənə. Üstə gəl. B'dən A'nı çıxanda da bu 7, 8, 9, 14 dənə qaldı. 3'dən də 4 toplayanda eləyir 7. Asal 6'da C variantı. 7 tənliyə həll eləyin deyir. Deməli 5'də 3 ikiz çıxılsın. Bu da 10'da 3'dür. Bunu da elə 10'da 3 kimi yazaq. 10'da 3 ikiz üstə gəl 0,6 bərabərdir 3'ə. Bu da eləyər. Burada üstündə eləyər 10'da 6. O 10 ortaq məxrəcinə gətirsəm 10'da 6'dan 10'da 3 çıxanda qalar. 10'da 3 ikiz bərabərdir 3 çıxılsın 0,6'ya. Bu da eləyir 2,4. 2,4'ü də 10'da 24 kimi yaza bilərəm. Buradan da x bərabərdir 10'da 24'ü məlum vuruğa 10'da 3'ə bölməliyəm. 10'da 24'ü tərsinə çevirib vururum. 3'də 10'u. Onlar ixtisar gedir. 24 3'ə böləndə eləyər 8. Əsəlam Y variantı. 9. Xarici bucağı 40 dərəcə olan bir dəqiqə bu 7 idi. İndi 8. Xarici bucağı 40 dərəcədirsə yazıram 1 xarici bərabərdir 40 dərəcə. Diaqonalların sayını tapın. Deməli bütün xaricilərin cəmi bilirik ki, həmişə eləyir 360 dərəcə. Onda burada tərəflərin sayını tapanda 360'ı 40'a böləm eləyir 9. 9 bucaqlıdan söhbət gedirsə, diaqonalların sayı n vurulsun, n çıxılsın, 3 bölünsün, 2 düsturu ilə tapılır. 9 vurulsun, 9'dan 3 çıxanda 6'nı da böləm 2'yə. İxtisar gedir 3, 9 dəfə 3'ün 27 dənə deməli diaqonalı var. 8'də də E variantı oldu. 9. Verilmiş şəklə əsasən bucaq BDC-ni tapın deyir. Bucaq BDC və burada X. İndi baxıram nəyə? Burada baxıram ki bura bütöv belə deyim ki nədir onun adı? 180 dərəcədir. Yəni buradan bura qədər 180 dərəcədir. Aşağıda 180 dərəcədir. İndi bu 40'dırsa, deməli burada olmalıdır. Bir dənə də baxım. Radius tutar. Radius toxunana həmişə perpendikulyar olur. Buradan gedə bilərəm.
Deməli 90 dərəcəli bucaq əmələ gəldi. Bura 40-dırsa, onda bura olur 50. Çünki düz bucaqlı, üç bucaqlı, iti bucaqların cəmi 50-yə bərabərdir. Bu 50-dirsə, burada 50-dir. Burada 50-dir. Vəssalam, bu x-dirsə, bu da x-dir. Nəyə görə? Çünki OC OD-yə bərabərdir, radiusdur. Təpə bucağı 50 dərəcə olanda oturacaqlı bitişik bucaqlar bərabərdir. Onda buradan da 9-u tapanda deməli yazıram 180 çıxılsın 50 bölünsün 2. 180-dan 50 çıxanda eləyir 130, 2-yə də böləndə eləyir 65 dərəcə. X-i tapdım 65 dərəcə. Burada deməli hansı xassədən istifadə elədik? Toxla radiusa perpendikulyardır həmişə. Bura 90-dırsa, bu 40-dırsa, bu da 50-dir, bu da 50-dirsə, bu bir tərəf 50-dir. Təpə bucağı 50 olan üç bucağın oturacağına bitişik bucaqların dərəsi 65 olmalıdır. Onda bizə verir x üstəgəl y bölünsün x bərabərdir 5-ə. Bunu 2 dənə kəsir kimi yazsam, x bölü x üstəgəl y bölü x bərabərdir 5. X-ə böləndə 1 üstəgəl y bölünsün 5 bərabərdir. Y bölünsün x bərabərdir 5-ə. Buradan da y bölünsün x bərabərdir 4-ə. Əgər 4-dürsə, onda deməli x bölünsün y də eləyəsi 4-də 1. İndi ikinci axtarılan kəsirə baxıram. X üstəgəl y bölünsün y-i tapmalıyım. Bunu da 2 dənə kəsir ayırsam, x bölü y üstəgəl y bölü y, x bölü y-i 4-də 1 tapdım. Üstünə də y-ə böləndə 1 eləyir. Bu da eləyir 1 tam 4-də 1. Cavabları da verdi bizə. Düzgün olmayan kəsirlə 4-də 5. 4-də 5 də olur A variantı. 11 nömrəli məsələ. Xətti ölçüləri ardıcıl natural ədədlər olan, deməli biri n-dir, ardıcıl deyilsə biri n plus 1-dir, üçüncü tərəfdə n plus 2-dir. Bunların deyir, tam səthinin sahəsi 148-dir. Tam səthinin sahəsi bilirik ki, 2 vurulsun. A, B, üstəgəl AC, üstəgəl BC düsturu ilə tapılır ki, bu da 148-ə verdi bərabər. Onu da buradan tapıram ki, AB üstəgəl AC üstəgəl BC bərabərdir 148-in yarısı 74-ə. İndi A-nın, B-nin, C-nin qiymətlərini yerinə yazaq. N-i vuracağım n plus 1-ə. Üstünə gələm, n-i vururam n plus 2-yə və üstünə gələm n plus 1-i də vururam n plus 2-yə. Deməli, bu bərabər olmalıdır 74-ə. Vurub açsaq, n kvadratı üstəgəl n, üstəgəl n kvadratı üstəgəl 2n, üstəgəl n kvadratı üstəgəl n-lə 2n-i toplayanda 3n, üstəgəl 1-i 2-yə vuranda 2 bərabərdir 74-ə. Buradan alıram ki, 3n kvadratı n, 2n, 3n hamısı bir yerdə eləyir. 6n, 74 də bu tərəfə keçəndə çıxılsın. 72 eləyir. 2 müsbət 2 ilə. Bərabərdir 0, hamısı 3-ə bölünür. N kvadratı üstəgəl 2n çıxılsın. 7-də 3, 2 dəfə, 12-də də 4 dəfə. Buradan D 1 ilə tapsam, yarısı olur 1-in kvadratı üstəgəl 24 eləyər 25. N də bərabərdir. Təbii ki, burada n-in müsbət qiymət lazımdır bizə. Əşkarlı götürüm, ikinci əmsalın yarısı mənfi 1 üstəgəl, kökdən də 5 çıxır. 5-lə də mənfi 1-in eləyir 4. Deməli, A bərabərdir 4-ə, B bərabərdir 5-ə, C də bərabərdir 6-ya. Bizə də həcmini soruşur. B bərabərdir 4 vur 5 vur 6. 20-də 6-ya vuranda eləyər 120 santimetrin kubu. 120 santimetrin kubu da eləyir B variantı. 12 nömrəli tapşırıqda sadələşdirmək üçün birinci yazaq x kvadratı bölünsün y kvadratı qalsın. Bölməni vurma ilə əvəz eləsəm y qalxır yuxarı, ax düşür aşağı, vurulsun ay bölünsün x bərabərdir. Bu 2-dən x kvadrat eləyir, bu x kvadratı ilə gedir. Bu y-lər də y kvadrat eləyir, bu y kvadratı ilə gedir. Qalır A bölünsün A, A-nı daya böləndə eləyir 1. Hamısı bir-birini ixtisar getdi. 12-də də Y variantı. 13.
deyir ki, ədədini faizli ifadə edin. Deməli, biz bilməliyik ki, ədədi faizə çevirməkdən ötürü bunu 100%-ə vurmaq lazımdır. Deməli, bunu vuraq, yazaq 100%. Bərabərdir. Bu eləyir 90-da 26 çıxılsın 2 vur 100. 100-ün sıfırı ilə 90-ın sıfırını ixtisar eləsəm, 26-dan 2 çıxanda qalır 25 vur 10 bölünsün 9. 25'i də bir dəqiqə 26-dan 2 çıxanda 24 eləyir. 24. 24-lə də 9 ixtisar gedir. 3-ə gedəndə qalır 8 vurulsun 10 bölünsün 3. 80 bölünsün 3. 8-də 3 2 dəfə eləyir 6. 20-də də 3 6 dəfə 18 eləyir. 3-də 2-də qalır. Faiz 26 tam 3'də 2 faiz. 14 nömrəyə tapşırıq. 3x kvadratı üstə gəl 8-i bölüb 4-ə bərabər eləyib 5-ə. Deməli, buradan alıram ki, 3x kvadrat üstə gəl 8 bərabərdir. Tənasüb kimi vururam. 4 dəfə də 5'in 20. Və 3x kvadratı bərabərdir. 20 çıxılsın. 8'ə 20-dən də 8 çıxanda 12 qalır. X kvadratı bərabərdir. 12 bölünsün 3. 4 eləyir. 4-dürsə, deməli, x sözü müsbət mənfi 2 eləməlidir ki, kvadratı 4 eləsin. Müsbət mənfi 2, 14-də D variantı. 15 nömrəyə tapşırıqda uyğun. Tərəfləri paralel olan, deməli, uyğun tərəfləri paralel olan bucaqlardan biri 126 dərəcədir. Digəri də ya buna bərabər olmalıdır, ya da ikisi ilə bir yerdə cəmi 180 olmalıdır. 180 çıxılsın 126 bərabərdir 54. İndi bizə nə deyir? Ya 126 ya da 54. Digər bucağın böyük qiymətini tapın. Digər bucağın böyük qiyməti 126 olar da. Əlbəttə ki, 126 da ola bilər. 54 də ilə böyüyün deyilsə 126 götürür. 15-də A variantı. 16-ya baxaq. Deməli, düz bucaqlı 3 bucaq verir bizə. Buradan da CD deyib perpendikulardır AB-yə. Yəni, bu düz bucaq təpəsindən endirilmiş perpendikulardır. AD-si 8, DB-si 18. Olarsa ABC 3 bucaq. Deməli, hipotenuz verilir. Bu hündürlüyü də tapsam, bunun sahəsini tapa bilərəm. Deməli, h kvadratı bərabərdir. Proyeksiyalar hasilində 8 vurulsun 18-ə. Yəni, bu h-dır. H-ın özü də bərabərdir. Kök altında 8 vurulsun 18. Bunu da vuruqlarını ayırsam 4 vurulsun 2 və 2 vurulsun 9 kimi. 4-dən kök çıxar 2. 2-ni 2-yə vuranda 4 eləyər, kök çıxar 2. 9-dan da kök çıxar 3, 12. Deməli, h-ı da tapdım 12. S də bərabərdir. AH bölünsün 2 ilə tapa bilərəm. A-sı 18 üstə gəl 8-dir. H-ı tapdım 12 bölünsün 2. 18-in üstünü 8 gəldi elə 26 vur. 12 ilə 2 ixtisar gedir 6. 6 dəfə 6-dan 36. 3 yadda. 12, 3 də yadda. 15. Deməli, 156 santimetrin kvadratı olur bunun sahəsi. 17 nömrəyə tapşırıq. Bizə verilən ifadədən ifadənin qiymətini tapmalıyam. Deməli, x kvadratı çıxılsın 2-ni yazıram burada. Bərabərdir 5x yazıram. Və bunun hər tərəfini kvadrata yüksəldim. Ya da belə eləyim, hamısını x-ə bölüm. Deməli, əvvəlcə niyə x-ə bölək? X-ə böləndə alarım, x kvadratı çıxılsın 2 bölünsün. X-ə böləndə x-in özü alınır. Hər tərəf x-ə bölürəmsə, x kvadratdan x-ə böləndə, x bunu 2-yə böləndə bərabərdir 5-ə. İndi baxırıq ki, bu ifadənin özünü aldı ola ki. İndi hər tərəfi kvadrata yüksəldim. Kvadrata yüksəldim, x kvadratı çıxılsın, 2 vurulsun, x vurulsun, 2 bölünsün, x üstə gəl. Bunun da kvadratı 4 bölü x kvadratı bərabərdir 25-ə. Deməli, burada x kvadratı üstə gəl 4 bölünsün, x kvadratını saxlayıram. 25 yazıram. Burada x-lər ixtisar gedir. 2-2-yə vuranda 4 eləyim, mənfi 4.
Bu bir tərəfdə keçəndə müsbət 4 bərabərdir 29-a. Deməli, axtarılan ifadənin qiyməti 29 imiş. 18-də 8x böyükdür 40-dan, hər tərəfi 8-ə bölsəm x böyükdür 5-dən. İndi nə deyir? Bərabərsizliyin ödəyən ən kiçik tam ədədi tapın. 5-dən böyük olan ədədlər içərisində ən kiçiyi x bərabərdir 6 olasın. 18-də də cavab elədi 6. 19. Bucaqları 1 və 3 nisbətində olan rombon bir K üstəgəl 3K bir tərəfinə pişik bucaqlarının cəmi 180 dərəcədir. 4K bərabərdir 180, K da bərabərdir 45. Deməli, iti bucağı olasıdır 45 dərəcə. Buradan bir dənə perpendikular endirirəmsə, bu H-dır, burada H-dır. Nəticə ondandır. Sahəsini də verdim. 36 kökdə 2. Daxili seçim çevirən radiusunu tapın. Deməli, R də bərabərdir. H bölünsün 2-yə. Bu H-ı tapsam. İndi bunu da götürürəm A. Bunu da götürürəm A. Deməli, S bərabərdir. A kvadratı vurulsun. Sinus alfa düsturu var. S-in yerinə yazsam ki, 36 kökdə 2 bərabərdir. A kvadratı vur. Sinus 45. Burada da yine A kvadratı vur. Sinus 45 də kökdə 2 bölünsün 2-dir. Hər tərəfdən kökdə 2 ilə ixtisar eləyərəm. Alaram A kvadratı bərabərdir. 36 vurulsun 2-yə. A da bərabərdir. Kök altında 36 vurulsun 2. O da bərabərdir. 6 kökdə 2. Tərəfi tapdım. Bir dənə də düsturumuz var. S bərabərdir. AH. S-in yerinə yenə 36 kökdə 2 yazıram. A-nı da tapmışam. 6 kökdə 2 vurulsun H. Buradan H-ı tapanda kökdə 2-lər ixtisar gedir. 36-nı da 6-ya böləndə eləyir 6. Bu əvvəlcədən demişdim ki, R də bərabərdir. H bölünsün 2. H-ı da 6 tapdığıma görə 6-nı 2-yə böləndə radius elədi 3. Deməli, R bərabərdir 3. Oldu. Çevrənin radiusu. 20 nömrəli məsələyə baxaq indi. Burada deyir ki, AC oturacaqdır. Bərabər yanlı ABC üçbucaqdır. Deməli, AB bərabərdir BC-yə. ABC üçbucağının yan tərəfləri 27-dir. Bunlar bərabərdir 27-yə. AC-də deyir AD-yə bərabərdir. Bu AC ilə də AD bir-birinə bərabərdir. AC bərabərdir AD, o da bərabərdir 18. Deməli, bunların hərəsi 18-dir. Bu da 27-dir. Burada bütöv 27-dir. Deyir ki, BD-ni tapın. Deməli, BD-ni götürürəm X. İndi baxıram nəyə? Üçbucaq ABC ilə, üçbucaq ABC ilə ADS üçbucağına baxıram. İndi baxıram burada, bax, C bucağı həm bütöv üçbucağın bucağıdır, həm də bu AD C üçbucağın bucağıdır. Deməli, bərabər yanlı olduğuna görə bu da buna bərabərdir. Bunlar ikisi bir-birinə bərabərdir. Eyni qayda ilə böyük üçbucaqda bərabər yanlı olduğuna görə C bucağı həm də bu bütöv A bucağına bərabərdir. Bütövə. Onda yazıram ki, böyük üçbucaqda B bucağı kiçik üçbucaqda A bucağına bərabərdir. Böyük üçbucaqda A bucağı kiçik üçbucaqda C bucağına bərabərdir. Böyük üçbucaqda C bucağı kiçik üçbucaqda D bucağına bərabərdir. Deməli, onda bu üçbucaqlar oxşardır. Oxşarlıq şərtini yazsam, AB-nin burada birinci ilə ikincini yazıramsa, burada da birinci ilə ikincini yazıram. AC-yə olan nisbəti. Sonra burada ikinci ilə üçüncünü yazıram. AC-nin. Burada da CD-yə olan nisbəti və BC-nin
Buradan da AD'ye olan nisbətini yazıram. Verilənləri yerinə qoyaq. AB 27. AC 18. Bərabərdir. AC yine 18. CD'ni X yazıram ya da elə CD yazım. Buradan CD'ni tapaq. Birinci 27 ilə 18'i 9'a ixtisar eləyim qalsın. 3 bölünsün 2 bərabərdir. 18 böl CD. Buradan da CD bərabərdir. 18'i 2'yə vurub 3'ə bölməliyəm. Bundan da bu ixtisar gedir. Qalır 6. 6'nı da 2'yə vuranda eləyir 12. Deməli CD'ni 12 tapdım. BD'ni soruşur bizdən. BD də bərabərdir. BC çıxılsın CD'ye. BC'ni de vermişdi özü 27 çıxılsın 12. Bu da bərabərdir 15'e. Deməli axtarılan tərəf 15 imiş. X bərabərdir 15'e. 15 santimetr. 21 nömrəli tapşırıqda funksiyasının sıfırlarını tapın deyil. Funksiyanın sıfırları x oxu ilə kəsmə nöqtəsidir. Aydındır ki, x oxu ilə kəsmə nöqtəsidir. Deməli y bərabərdir 0 olmalıdır. Yəni 4x çıxılsın 12 sıfıra bərabərdir. Buradan 4x özü 12'ye, x'in isə qiyməti 12 bölünsün 4, o da bərabərdir 3 olar. Deməli funksiyanın sıfırı 3'dür. X bərabərdir 3'də funksiya 0 alır, bu deməkdir. 22 nömrəli tapşırıq. İki zərə eyni anda atıldıqda üst-üstə düşən xallar hasilinin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli 2 dənə zərdirsə bizə mümkün hallar 36 dənədir. Yəni 6 vurulsun 6, 36 dənədir. İndi əlverişli hallar hesablayaq. Əlverişli hallar hansılardır? Deməli 2 dənə zər atılırsa, bax 1 2 olarsa, bu 1 2'ye vuranda sadə ədəd olur 2. Sonra 1 3 olarsa sadə ədəd olur 1. 4 sadə ədəd olmuş. Amma 1 vur 5 sadə ədəddir. 1 vurulsun 6 da sadə deyil. Amma əvvəlcədən 1 vurulsun 1 də o da sadə değildi. Deməli birlərlə olanlar bulardı. Sonra baxıram 2'yə. 2'dən başlayıramsa, deməli 2 1 ola bilər sadə. 2 2 1 sadə ola bilər. 2 2 mürəkkəbdir, 2 3 mürəkkəbdir, 2 4 mürəkkəbdir. Yəni bir-birinə vuranda 2'dən olanlar bir dənə oldu 2 1. Eyni qayda ilə 3 1 olasıdır, bir də 5 1 olasıdır. Vəssalam, burada əlverişli halların sayı oldu 6 dənə. Onda ehtimal bərabərdir 36'da 6'ya. 6'ya ixtisar gedir, qalır 6'da 1'ə. Deməli axtarılan hadisənin ehtimalı 6'da 1 imiş. Növbəti tənlik. Tənliyin köklərindən biri 3, 4, 5 çoxluğunun bir elementi olarsa deyir. Biz bilirik ki, rasional tənliyi həll eləməkdən ötürü əvvəlcə onun dəyişən mümkün qiymətlər çoxluğunu tapmalıyım. Deməli, dəyişənin mümkün qiymətlər çoxluğu, burada baxıram ki, x çıxılsın 4'dürsə, deməli, x fərqlidir. 4 olmalı. 4 alınmaz eşval x. Sonra burada da x minus 3'dürsə, x fərqlidir 3'dən. Deməli, həm 4'dən, həm də 3'dən fərqlidirsə, deməli, burada yalnız x 5 qiymət qalır. Vəssalam. X-in 5 qiymətini yerinə qoyuram. Tənlikdə. 1 bölünsün 5 çıxılsın a. Üstəgəl x-ə 5 vermişəmsə 1 bölünsün 5 çıxılsın 4. Üstəgəl 1 bölünsün 5 çıxılsın 3 bərabərdir 2. Buradan birinci kəsiri yazıram. Bərabərdir 2'ni yazıram. Burada 5'dən 4 çıxanda 1 qalır. 1 də 1'ə vuranda 1 eləyir, çıx 1. Bu da 2'də 1 eləyir. Bu da çıxılsın 2'də 1 olur. Bərabərdir. 1'dən də 2'də 1 çıxanda qalır 2'də 1. Bunu da tənasüb kimi bir-birinə vursaq 5 çıxılsın a bərabərdir 2'yə. A da bərabərdir 3'ə. Deməli 23'də də bizə elə A-nı soruşur. A-nın da qiyməti 3'dür. Bu qədər. Buraya yazırıq ki, A bərabərdir 3'ə. İndi 24 nömrəli məsələyə baxaq. 3 gündə 7 detal usta hazırlayır. Onda bir gündə 7 bölünsün 3 detal hazırlayır usta. Öbürü də bir gündə
Deməli 5 gündə 4 detal hazırlayırsa 4 bölünsün 5. Bu da olur köməkçi. Bir gündə. İkisi birlikdə bir gündə 3'də 7 üstəgəl 5'də 4 bərabərdir 15'də 35 üstəgəl 12. Bu da bərabərdir 15'də 47. Deməli bir gündə 15'də 47 detal hazırlayır. Deyir ki, ikisi birlikdə 30 gündə. 30 gündə hazırlayanda da bir gündə hazırlayana, yəni 15'də 47'ni vurmalıyam 30'a. 15 ilə 30 ixtisar gedir 2, 47'ni də 2'yə vuranda 94 dənə detal hazırlayırlar. Deməli, ikisi bir yerdə 94 detal hazırlayırlar. Və 25-ci məsələyə baxaq. 25 nömrəli məsələdə deyir ki, 8 litr məhlulumuz var. Məhlulun 60% duzlu, 60% duzlusu, onda 40% sudur. Duzu hesablasaq 8 vurulsun %60, o da bərabərdir. Sıfırlar ixtisar gedir. 6 və 8, 48 bölünsün 10, o da bərabərdir 4,8. Deməli 8 vurulsun %40 da sudur. Yine burada sıfırlar ixtisar gedir. 8 dəfə 4'ün 32 bölünsün 10. 3,2 litrdə su var. İndi bizə deyir ki, bu 40% məhullansın. Yəni bu duz 4,8 litr olsun 40%. Əgər 40% ise deməli bunun 60% də su olmalıdır ki, məhlulu tam olsun. Nə qədər su lazımdır bizə? X qədər. X'i tapsam burada 4,8 vurulsun 60 bölünsün 40. Bunlar ixtisar gedər. Burada qalar 3, burada qalar 2. 2 ilə də 4,8 getsə 2,4 vurulsun 3 bərabərdir 7,2. Deməli bizə 7,2 litr su ilə 4,8 litr duzu qarışdırsaq bizə 40% məhlul alınır. Amma bizim əvvəlcədən 3,2 litr deməli suyumuz var idi. Deməli lazım olan su bizə əlavə. Lazım olan su. 7,2 çıxılsın 3,2 bərabərdir 4 litr olar. Deməli 4 litrdə su qatsaq bu məhlula biz 40% məhlul almış olarıq. Burada da bu mövzunun tapşırıqları yekunlaşır. Sağ olun. Növbəti dərsdə görüşərik inşallah.